Həzrət Peyğəmbər əleyhissalam və onun pak əhl-i beyti ki, Allahın salamı olsun onlara, onların vəsfi haqqında, əzəməti haqqında onlarla ayələr Qur'an-ı Kərimdə mövcuddur. Belə ki, bizlər əgər istəsək Həzrət Peyğəmbər əleyhissalamı, həyatını, şəxsiyyətini öyrənək, onu ən gözəl vəsf edən, bizə tanıttıran məhz elə Qur'an-ı Kərim, Allah Taala'nın nazil elədiyi müqəddəs Qur'an-ı Kərimin özüdür. Xatamul Ənbiya Peyğəmbər əleyhissalamın vəsfinə qeyd elədik, onlarla, yəni bir çox yüzlərlə bəlkə ayələr nazil olubdur. O ayələrdən biri Əraf surasının 157-ci ayəsi. Belə ki, bugünkü verilişdə istərdik həmən ayəni siz əzizlərin huzuruna səsləndirək. Bu ayədə Allah Taala Xatamul Ənbiya Həzrət Peyğəmbər əleyhissalamın 10 xüsusiyyətini Allah Taala sadalayır, bizə yadəvərlik eləyir və ardınca həmən ayənin sonunda və bizlərin də, biz möminlərin ki, Peyğəmbər əleyhissalamın müqabilində olan vəzifəmizi, 4 vəzifəmizi Allah Taala bizə xatırladır. Təkrar edirəm, ilk əvvəl Həzrət Peyğəmbər əleyhissalamın əzəmətini bildirən xüsusiyyətlərini, 10 dənə xüsusiyyətini Allah Taala sadalayır, sayır və ardıca da bizlərin üzərimizə düşən vəzifəmizi Allah Taala bizə bildirir. Və bundan əlavə onu da qeyd etmək istərdik ki, Xatamul Ənbiya Həzrət Peyğəmbər əleyhissalamın vəsfində olan nəinki ayələr, hətta bir surə ki, bir müfəssəl bir surə, Muhammed surəsi sallallahu aleyhi və aleyh, Peyğəmbər əleyhissalamın adına olan belə bir surə vardır. Və Taha surəsi, Yasin surəsi, bunlar Peyğəmbər əleyhissalamın adlarındandır. Bunlar da Xatamul Ənbiya Peyğəmbər əleyhissalamın vəsfini, yəni bu surələrdə də Həzrət Peyğəmbər əleyhissalamın əzəmətini bildirən ayələr vardır. Əraf surəsinin 157-ci ayəsini oxuyuruq. Allah Təbarək və Teala həqiqi möminləri dəyər verdiyi, Allah nəzərində olan ki, həqiqi möminlər kimlərdir? Allah onları tanıttıranda, onları Allah bu cürə vəsf eləyir, bu cürə tanıttırır. Möminlər, Allahın sevdiyi, istədiyi möminlər o kəslərdir ki, Əl-ləzīnə yəttəbi'unər-rəsul ən-nəbi əl-ummi və daha başqa xüsusiyyətləri də Allah Teala sayır. O kəslər ki, möminlər onlardır ki, yəttəbi'unər-rəsulən nəbiyyəl ummi. Onlar Rəsula, Rəsul yəni Həzrət Peyğəmbər əleyhissalam. 124 min nəbi ki, ənbiya, nəbi sözünün cəmidir. 124 min Peyğəmbər, onların 313-ü Rəsuldur. Rəsul yəni Peyğəmbər. Amma ona şəriəti təbliğ eləmək də əmr olunub. Əgər bir kəsə vəhy nazil olubsa, ilahi vəhy nazil olubsa, o nəbidir, o Peyğəmbərdir. Əgər o nəbiyə həm də əmr olunsa ki, şəriəti təbliğ elə, onda o rəsul sayılır. Risalət sahibidir, rəsuldur. Möminlər o kəslər ki, tabi olarlar o cənabə, o şəxsə ki, yəni Həzrət Peyğəmbər əleyhissalama. Kimdir o Peyğəmbər? Ər-Rəsul, ki, rəsuldur, Allahın rəsuludur və həm də ən-nəbi, nəbi, ki, nəbi sözü təşdidlə ən-nəbi, nəvvə sözündəndir, dəyərli möminlər. Yəni, rəfət mənasında. Nəbi, yəni məqamı uca olan bir şəxs, çox dəyərli bir şəxs, Allah yanında əzəmətli olan bir şəxsə deyərlər nəbi. Bəziləri nəbi kəlməsi, nəbə sözündən də ki, yəni nəbə böyük bir xəbərə deyərlər. Qur'an-ı Kərimdə də Nəbə surəsi var. Nəbi yəni muxbir. Muxbirun anillahi Teala.
Allah tərəfindən xəbər gətirən ki, bir şəxsə deyirlər nəbi, belə də deyirlər. Amma birinci dediyimiz söz həm məna etibarilə daha əzəmətlidir, Peyğəmbər əleyhissalama layiqdir. Çünki yəni nəbi, yəni Allah tərəfindən xəbər gətirən nəbi, yəni məqamı böyük olan bir şəxs. Və bu xüsusda bir hədisi istərdim ki, bir daha təkrar üçün ötən verilişlərdə biz bu hədisi səsləndirmişik. Bir gün Mədinə Yahudilərindən biri Həzrət Peyğəmbər əleyhissalama, şayət zahirən müsəlman olan bir şəxs idi bu, amma qəlbində, daxilində hələ ki, yəni nifaq, küfrün əlamətləri var idi deyə, bəli, Həzrət Peyğəmbər əleyhissalama belə müraciət edir. Ya Nəbi Allah, ya Nəbi Allah. Həzrət buyurdu ki, la təqul ya Nəbi Allah. Bu cürə demə. Deyilən, ya Nəbiyyəllah. Ki, Nəbi məqamı böyük olan bir şəxs, rəfət kəlməsindəndir. Bəli, bu ayədə, Əraf surəsinin 157-ci ayəsində Allah Teala Peyğəmbər əleyhissalamı tanıtdırır, 10 xüsusiyyəti ilə tanıtdırır. Əl-ləzīnə yəttəbi'unər-rəsulən-nəbiyyə. O kəslər ki, tabi olarlar Rəsula, o Rəsul ki, həm nəbidir, əl-ummi, ummidir. Ummi, yəni bir mənası budur ki, yəni müəllim yanına getməyən. Nəinki təəssüflər olsun, bəziləri görür ki, Həzrət Peyğəmbər əleyhissalamı əl-əyazı billah, ummi, yəni savadsız kimi, savadsız elm, xeyr. Yəni Peyğəmbər Əkrəm sallallahu aleyhi və aleyh müəllim yanına getməmişdi. Ummi, kəlməsindən ki, Qur'an-ı Kərimdə də ki, işlənir, ki, ifadə olunur. Xatamul Ənbiya, Peyğəmbər sallallahu aleyhi və aleyh elmin şəhridir. Onun elmi, onun bir kəlməsi dünyanın alimlərin heyrətdə qoyubdur. Hansı ki, Allah təbarəkə və teala Peyğəmbərin müəllimi Allah Teala'nın özüdür. Və əlləməkə mə ləm tə'ləm. Ey Peyğəmbər, bilmədiyin şeyləri Allah sənə öyrətdi. Müəllimin sənin Allahdır. Yəni bir kəsin ki, ustadı, müəllimi Allah təbarəkə və teala olar. Elm öyrədəni Allah olar. Necə insanın dili gələr ki, o şəxsin barəsində desin ki, elmi olmayan, savadı olmayan. Əlləməkə mə ləm tə'ləm və kânə fəzlullahi aleykə azima. Allah Teala buyurur ki, Peyğəmbər, və Allahın sənə olan fəziləti çox-çox böyükdür. Bir şəxsin